Bilirsiniz nə deyirlər, qiyamətin ən böyük əzabı nədir? La yukallimuhumullah yevmel qiyamah. Deyir, Allah onlarla danışmaz. İndi başa düşmür insan. Oradakı ruhun həqiqəti zuhur eləyəcək. Görəcək ki, ruh Allaha bitişik yaranıb. Ondan qopur. İndi məşuqu ona baxmır. Onunla danışmır. La yanzuru ileyhim yevmel qiyamah. Onlara baxmır. Deyirlər ki, ən ağırlı, ən dəhşətli vəziyyət bu vəziyyətdir. Çox ağırdır bu. Günah nədir bunu deyəndən sonra? Bunu başa düşəndən sonra günah nədir? Günah, bax bu münasibətə zərbə vurur. Allah insan arasında olan bu qədər zati bağlılığa, zati bitişikliyə zərbə vurur, qopardır sən ondan. Görün, günah nə qədər qorxulu bir şeydir. Günahın ağırlı olduğu bundadır. Bunu bir dənə bu gecə başa düşsək, istiğfarımız çox keyfiyyətli olar.